Özəl tibb müəssisələrində 45 işçinin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, cari ilin sentyabr ayının ortalarına qədər 149 özəl tibb müəssisəsində plandan kənar, 85 özəl tibb müəssisəsində isə planlı yoxlamalar aparılıb. Məlumata görə qeyd olunan dövrdə özəl tibb müəssisələrində həyata keçirilən yoxlamalar nəticəsində 45 işçinin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi aşkarlanıb və bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə müvafiq protokollar tərtib edilib. Analitik Ekspertiza Mərkəzi vətəndaşlara tövsiyə edir ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda mərkəzin əlaqə nömrələri vasitəsilə onlara məlumat versinlər. Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir deyə Analitik Ekspertiza Mərkəzindən bildirilib. Qeyd edək ki, Analitik Ekspertiza Mərkəzinin telefonları 012 596 05 20, 012 596 07 12, 012 596 05 20 və 012 596 71 02-dir.